Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Son günlər astroloqlar bəzi bürclər üçün enerjinin daha müsbət istiqamətdə dəyişə biləcəyini bildirirlər. Astrologiyaya maraq göstərən insanlar üçün bu cür proqnozlar gələcək planlarını daha nikbin ruhda qurmağa kömək edə bilər. Əlbəttə qeyd etmək lazımdır ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz metodu deyil və burada səsləndirilən fikirlər astroloji inanclara əsaslanır. Buna baxmayaraq, bir çox insan bürclərlə bağlı şərhləri maraqla izləyir və onları motivasiya mənbəyi kimi qiymətləndirir. Bu videoda yaxın günlərdə astroloqların daha uğurlu hesab etdiyi 5 bürc haqqında ətraflı danışacağıq. Sonda isə bütün bürclər üçün faydalı hesab edilən ümumi tövsiyələri də bölüşəcəyik. İlk olaraq Boğa bürcündən başlayaq. Astrologların fikrincə Boğa bürcü nümayəndələri yaxın günlərdə xüsusilə iş və maliyyə sahəsində sevindirici yeniliklərlə qarşılaşa bilərlər. Uzun müddətdə zəhmət çəkilən bir layihənin nəticəsini almaq və ya gözlənilən bir təklif əldə etmək ehtimalının artdığı bildirilir. Bu dövrdə yeni əməkdaşlıqlar, maaş artımı, əlavə qazanc imkanları və ya karyera baxımından önəmli addımlar gündəmə gələ bilər. Əgər Boğa bürcü nümayəndələri uzun müddətdir yeni bir işə başlamağı və ya mövcud fəaliyyətlərini genişləndirməyi düşünürlərsə, astrologlar bu dövrün plan qurmaq və imkanları dəyərləndirmək baxımından əlverişli ola biləcəyini qeyd edirlər. Bununla yanaşı maliyyə qərarları qəbul edərkən diqqətli olmaq və hər addımı düşünərək atmaq tövsiyə olunur. Növbəti bürc şirdir. Astrologlar bildirirlər ki, şir bürcü nümayəndələri yaxın günlərdə ətrafdakı insanların diqqətini daha çox cəlb edə bilərlər. Onların enerjisi, özünənamı və liderlik xüsusiyyətləri daha qabarıq hiss oluna bilər. Bu isə həm iş mühitində həm də şəxsi münasibətlərdə müsbət nəticələrə səbəb ola bilər. Yeni tanışlıqların yaranması, faydalı əməkdaşlıqların qurulması və sosial çevrənin genişləməsi üçün münasib dövr hesab edilir. Şəxsi həyatda münasibəti olan insanlar qarşılıqlı anlaşmanın gücləndiyini hiss edə bilərlər. Subay şirlər üçün isə maraqlı tanışlıqların baş verməsi ehtimalından danışılır. Bununla belə astrologlar şir bürcü nümayəndələrinə uğurların onları həddindən artıq tələskən və ya özünə həddindən artıq arxayın etməməsini tövsiyə edirlər. Səbirli və düşünülmüş qərarlar daha uğurlu nəticələr verə bilər. İndi isə tərəzi bürcünə nəzər salaq. Astrologlar hesab edirlər ki, tərəzi bürcü nümayəndələri uzun müddətdir həllini gözləyən bəzi məsələlərdə irəliləyiş əldə edə bilərlər. Bu həm iş həyatı, həm şəxsi münasibətlər, həm də ailə daxilində yaşanan problemlərlə bağlı ola bilər. Xüsusilə ailə münasibətlərində qarşılıqlı anlaşmanın artacağı, küskünlüklərin aradan qalxa biləcəyi və daha sakit bir dövrün başlanacağı bildirilir. Sevgi münasibətlərində də harmoniyanın güclənməsi ehtimal olunur. Əgər son vaxtlar fikir ayrılıqları yaşanırsa, bu dövr dialoq qurmaq və problemləri həll etmək üçün daha münasib hesab edilir. Astrologlar eyni zamanda tərəzi bürcü nümayəndələrinə emosiyalarını düzgün idarə etmək və qərar qəbul edərkən tələsməməyi məsləhət görürlər. Növbəti uğurlu hesab edilən bürc Oxatandır.